Salam əziz şagirdlər. Biz bundan öncəki videoda 1-dən 17-yə qədər suallarımıza baxmışdıq. Bugün isə Müşfiq Əliyevin olimpiyadalar üçün olan kitabından riyazi məsələlər mövzusunda 18-dən 34-ə qədər demişdik ki, hər videoda ən azı bir səhifəni işləyəcəyik. Çünki vaxt aparır və bir dəfəmliyə çəkmək mümkün olmur. Başlayaq 18-ci sualımızdan. Bizə deyir ki, müəyyən sayda top qutulara 4-4 yerləşdirilərsə, onda 4-ü vurarıq, x-a bilmirik, 4x və 18 top artıq qalar. Artıq qalar, deməli üstə gəlir 18. Əlavə deyir 30 top da olsaydı, üstünə 30 dənə top da gəlsəydik, hər qutuya 7 top düşərdi. Və buna görə qutuların sayı neçədir? Hər qutuya 7 dənə top düşürsə, biz elə bunu 7-yə bölərik. Taparıq nəyi? Deməli, qutuların sayını bərabərdir x qoyaq da, nə qədər qutu var bilmirik. Yazırıq. Deməli, 4x üstə gəlsin 48 bərabər 7 dəfə keçəndə sağ tərəfə keçsə olacaq vurma. X-ı 7-yə vursa edir 7x. Deməli, x-larımızı bir yana, ədədlərimizi bir yana keçirsək olacaq 7x çıxılsın 4x bərabərdir 48. 3x bərabərdir 48. X bərabərdir 16. Cavabımız eləyəcək C variantı. Sonra 19-cu sualımız deyir ki, Həmidin 13 dənə kağız parçası vardı, 13 dənə. O bu parçaların bəzilərini 3 hissəyə ayırdı və 27 kağız parçası oldu. Əgər buradan biz məsələn bir dənə götürsək, kağız parçası, yerdə 12 qalır. O bir dənə götürdüyümüzdə 3-ə bölsək, 12 üstü 3 gəlsək 15 edir. 2 dənəsini götürsək 6 edir, olmur. 3 dənəsini götürsək 9 edir. 4 dənəsini götürsək, deyək ki, 12 eləyir, yerdə 9 qalır, olmur. 5 dənəsini götürsək, deməli, 5 dənəsini götürsək, yerdə 8 dənə qalır və o götürdüyümüz 5 dənənin hərəsini 3 yerə bölsək, 15, 23 edir, deməli, deyil. O zaman biz, deməli, 13 kağız parçası vardı, 6-sını götürdük, yerdə qaldı 7 dənə və biz bu, deməli, 6 götürdüyümüz kağızı 3-ə vursaq edir 18. 18 ilə 7-ni toplasaq 25 edir. Bu da deyil. Deməli, bizim 13 dənə kağızdan 7-sini götürsək qalır 6-sı. Deməli, bu götürdüyümüz 7-ni də hərəsini 3-ə bölsək, deməli, olur neçə? 21. 3 yerə bölsək 3-ə vurmuş demək olur. Deməli, 21 üzərinə də 6 yerdə qalan gəlsə 27. Cavabımız eləyəcək. Deməli, bizdən deyir, həmin necə kağız parçasını hissələrə ayırmışdır. 7 dənəsi. Cavabımız eləyəcək C variantı. Yenə. Sonra 10-cu sualımız, daha doğrusu 19 yox, 20-ci sualımız. Deyir, Gəray rəqəmlərin cəmidir. 18 olan bütün ədədləri yazdı. Rəqəmlərin cəmi. Sonra həmin ədədləri böyükdən kiçiyə doğru düzdür. Bu sıranın 4-cü həddi hansı olar? Deməli, ən böyük olar 9900. Sonra neçə ola bilər? Ən böyük. Sonra gələk 9810. Sonra deyək ki, olsun 9801. Sonra gələr 9720. 4-cü dediyinə görə 4 bura düşür. 9720. Cavabımız eləyəcək nə? Yenə C variantı. Sonra 21-ci sualımız. Deyir, Arzu və Fikrət qatarda səyahət edirlər. Arzu qatarın əvvəlində 7-ci, Fikrət isə sonundan 14-cüdür. Onların vaqonla 2 vaqon məlumdursa, qatarda ən az neçə vaqon ola biləcəyini tapın. Deməli, 21-də bunu 2 yolla eləyə bilərik uşaqlar. 14-ün üzərinə 7 gəlirik. Aradakı 2 vaqonu çıxırıq. Bir də bunların arasındakı fərqdə, məsələn,
Deyək ki, mənlə sənin aranda 2-dir fərq. Nəyə görə? Mən səni saymayacağam, sən də məni saymadığıma görə və ən az dediyinə görə 2-də bir də çıxırıq. Yerdə qalar 21-dən 2 çıxsaq 19, 2 çıxsaq eləyir 17. Digər isə saymaq yolu ilə deyək ki, arzu qatarın əvvəlində 7-ci vaqondadır. Deyək ki, 1, 2, 3, 4, 5, 6, 7-ci vaqondadır. Amma fikrət deyir, sondan 14-cü vaqonda gedir. Deməli, 14-cü. Bunların arasında da 14-cü vaqon. 1, 2, 3, 4, 5. Deməli, elə yazaq ki, yerləşsin. İndi burada deyir ki, sonra nə deyir? O 2 vaqon məlumdur. Aralarında da 2 dənə vaqon var da. İndi deyək ki, belə gedək onda. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi 9. Deyək ki, 10, 11, 12, 13, 14. Və yaxud da ki, deməli, belə eləyək, 9 və 10. 10. Buradan gəlsin 11-ci, 12-ci, 13-cü və 14-cü. Nəyə görə 3-ü götürmədi? Çünki deyir, aralarındakı bu ikisinin olduğu arada 2 dənə vaqon fərqi var. Deməli, ona görə də biz 2 dənə vaqon, bax, bu 7-də dayanıb. Bu da deməli, əvvəldən 4-də, bu birisi isə əvvəldən 7-də dayanıb ki, sondan sayaraq 14 gəlir bizə. Digərisi əvvəldən sayanda 7 və aralarında 2 dənə vaqon fərqi var. Deməli, cavabımız o zaman eləyəcək neçə? Bura qədər 10, buradan da bu tərəfə 7, cavabımız eləyəcək 17. Sonra 17 nə variantı? Bax, yenə C variantı. Aha. Sonra 22. Deyir 22. Rəsm dərnəyində 13 oğlan və 27 qız məşğul olur. 13 dənə oğlan var. Deməli, 17 dənə qız. Hər həftə qrupa 3 yeni oğlan, qrupa 3 dənə yeni oğlan gəlir. Hər həftə. Birinci həftə 3 dənə oğlan gəldisə, deyir. Və bir yeni qız gəlir. Bura bir dənə qız gəldi. Sonra deyir ki, neçə həftədən sonra qrupda oğlanların və qızların sayı eyni olacaq. Birinci həftə sonra, ikinci həftədə 3 gəlsə, yenə bura 1 gəlsə, aha, böyle ikinci həftədən, deməli, bu elədi 13, ikinci həftədən də gəldi 3, 3, 6 elədi 19, burada üzərinə hər həftə bir qız gəlsə eləyir 19, cavabımız eləyir elə neçə, ikinci həftə, 27 deyə bu uşaqlar deyirəm axı. Nə tez bitdi bunun həlli. Deməli, 27-dir, mən 17 yazmışam. Aha. Sonra, onda davam edək, görək. 3-cü həftə, 4, 5, 6, 7 həftə. Deməli, yenə 3 qız gəlsə, bura bir dənə oğlan gəlir. Deməli, 3 qız gəlsə, daha doğrusu 3 oğlan gəlsə, 1 qız gəlir. Yenə 3 oğlan gəlsə, 1 qız gəlir. Deməli, baxaq görək, bu neçədən oldu? 5 dənə, 15-i 5-ə vuran, 5-i 3-ə vuranda edir 15, 15, 28, hələ ki deyil, burada çünki 32 edir. Deməli, yenə 3 dənə gəlsə, 18 elədi, 31, burada isə, deməli, 2, 4, 2, 4, 6, bu elədi 33. 7-ci həftədə yenə gəlmiş olsa, deməli, bu elədi 21 və üzərinə də 21 gəlsək, 13-ün üzərinə 21 eləyir 34 oğlan. 27-nin də üzərinə 7 gəlsək, bu da eləyir nə? 34 oğlan. Deməli, 7 həftə sonra cavabımız eləyəcək
Yenə C variantı maraqlıdır. Sonra baxaq 22-dir 23-ə. 23. 23-də deyir ki, su dolu bir şüşənin ağırlığı 1500 qramdır. Aha, 1500-dür. Deyir ki, şüşə yarısına qədər dolduqda kütləsi 900, yarısına qədər 700, neçə? 75-i çıxsaq, qalır 5. Deməli, 7-də 3, 2, qalmışdı 14, 9 çıxanda qalır 5. Deməli, elədi neçə? 525. Və bizdə nə? Biz harada baxırdıq? Deməli, yox, uşaqlar haradasa səhv edirəm, baxaq. Aha, 1500 qram şüşə yarısına qədər dolduqda kütləsi 975 eləyir. Aha, şüşə yarısına qədər dolduqda, deməli, yarısına qədər 975 tutur. Qabın öz ağırlığı 525-dir. Deyir, şüşənin 3də 2-si neçə qram su olar? Aha. Deməli, ümumi əgər bunun yarısı bu qədərdirsə, bir baxaq tamda olanda nə qədər eləyir? 0, 5, 19. İndi bizə deyir ki, bunun 3də 2-si neçə qram su olar? 3də 2-si bir dəfə eləyər neçə? 650. 650-ni də 2-yə vuranda 1500. Deməli, 3də 2-si. Mən burada səhv eləmişim. Bir dəqiqə, uşaqlar. Aha, deməli, yarısına qədər dolu olanda 5 yerdə nə qaldı uşaqlar? 525. Deməli, suyun özü indi 975-dən deməli 525-i də bir də çıxsaq, qabın öz çəkisini tapmağımız üçün qabın öz çəkisini də tapdıq, elədi 0, 5, 450. Deməli, qabın öz çəkisi 450-dir. İndi baxaq. Su ilə dolu 1500-dür. İndi qabın öz çəkisi 450 idi. 1500-dən çıxarıq 450-ni, elədi 0, 5, 0, 1 və bunun 3də 2-si. Deməli, su tam 1050-dir. Bunun 3də 2-si, baxaq. Bir dəfə eləyəcək neçə? 350. 350-ni də 2-yə vursaq eləyəcək neçə? 700. Deməli, 3də 2-si 700-dür. Yenə C variantı maraqlıdır. Sonra uşaqlar baxaq sualımıza digər. Deməli, gəldik nəyə? 24-ə. Deyir, Vüqar və Sənanın oxuduğu sinif şagirdləri bir sırada düzüldülər. İndi bunların deyir arasında yəqin ki soruşur. Baxaq tam oxuyaq. Deyir, Vüqardan sonra Sənan da daxil olmaq 19 nəfər, amma Sənandan əvvəl 16 nəfər var idi. Vüqar və Sənan arasında isə 16 nəfər olduğuna görə. Bu tip suallarda uşaqlar, deməli 24-cü sualdır, ən rahat yol. Neçə birindən əvvəl Sənan da daxil olmaqla 19 idi. Sənandan əvvəl 16 idi. Topladıq, elədi neçə? 35 və aralarında da 6 nəfər var. 35-dən də 6-ını çıxarıq, eləyər 29. Cavabımız eləyəcək A variantı. Axır ki, bir variantımız dəyişdi. Sonra 25-ci sualımız deyir, Nuray ortadakı rəqəmi 7, 8, 9 olan birinci və sonuncu rəqəmin cəmi 4 olan bütün üç rəqəmlərin ədədləri yazdı. Aha, bir dəfə ortada 7 işlədik. Deyək ki, 470, sonra 371, 272 və 173. Sıfırdan başlayan olmadığına görə də elə 4 dənə. İndi bir dəfə də 8 ilə, bir dəfə də 9 ilə yazsaq, 4 dənə idi. 4-ü 3-ə vursaq, eləyər 12. Cavabımız eləyəcək D variantı. Sonra 26-cı sualımız deyir, həyətdə toyuqlar və dovşanlar var. Nadir 24 dənə ayaq və
9 da onların neçəsi toyuq idi? Deməli, dünən də belə, bundan əvvəlki videoda belə bir sual var idi. Deməli, toyuqların bir də nə var? Dovşan. Toyuq. Deməli, ayaqlarının sayına görə baxaq uşaqlar. Deməli, toyuğun neçə ayağı var? 2 dənə ayağı var. 2 dənə toyuq ayağı, 4 dənə də dovşan. Nə qədər ayaq eləyib deyir? 24 dənə ayaq sayıb. Hərəsinin də bir başı var da, yəni toyuğun üstünə dovşan gəndə də eləyib necə? 9. İndi uşaqlar, aşağının birini çıxmamız üçün aşağının hər iki tərəfini 2-yə vursaq, deməli, 2-yə vursaq, aşağıdakı tənliyimizi eləyəcək 2 dənə, 2 toyuq, üstə gəl 4 dənə dovşan eləyir 24. 2 dənə toyuq, üstə gəl 2 dənə dovşan bərabərdir 9. İndi biz bunları uşaqlar alt-alta çıxmış olsaq biz bu tənlikdə, deməli, toyuqdan toyuğu çıxsaq heç nə qalmır. 4 dənə dovşandan 2 dənə dovşan çıxmış olsaq edir 2 dovşan bərabərdir. Bu aşağını da 2-yə vuranda burada 18 edirdi, 9 yox. 24-dən də uşaqlar 18 çıxanda qalır 6. Dovşan da bərabərdir 6-nı da 2-yə bölsə edir 3. Deməli 3 dənə dovşanımız var. Yerdə qalanı da 9-dan 3 çıxarıq. Edir nə? 6 dənə də oldu. Onda nə? Toyuğumuz cavab elədi B variantı. 27-yə sual baxaq. Deyir, Murad və Vəfa çox mərtəbəli evdə yaşayırlar. Vəfa Muraddan 10 mərtəbə yuxarıda yaşayır, deyir. Bir dəfə Murad öz mənzillərindən çıxıb Vəfa ilə qonaq getdi. Onun getdiyi yol 7-ci mərtəbədə yarı oldu. Aha. Deyir ki, Vəfa deyir, Murad və Vəfa. Bu Murad. Bu da Vəfa. Deyir ki, Vəfa Muraddan 10 mərtəbə yuxarıda yaşayır. Vəfa bundan 10 mərtəbə yuxarıda yaşayır. İndi bu x-dır. Bu birisi də x üstə gəl 10-dur da. Düzdür. Və deyir ki, bir dəfə Murad öz mənzillərindən çıxıb Vəfa gilə qonaq getdi. Onun getdiyi yol 7-ci mərtəbədə yarı oldu. İndi 7-ci mərtəbədə yarı olubsa, uşaqlar, 10 mərtəbənin yarısı nə qədərdir? 5-dir də, düzdür, onun yarısı 5-dir. Deməli, bu 7-ci mərtəbədə yarı yolda olubsa, deməli, Muradın özü 5-ci mərtəbədə qalır. Düzdür. Daha doğrusu, Muradın özü, onun getdiyi yol 7-ci mərtəbədə, deməli, Murad 2-ci mərtəbədə qalır, uşaqlar. Və 7-ci mərtəbədə artıq yolun yarısına gəlibdir. 7-ci mərtəbə üzərinə 5 gəlib, düzdür? Və axı 10 mərtəbə aralarında fərq var. Və üzərinə də 5 gəlməlidir. 7-nin də üzərinə 5 gəlsə edir neçə? 12. Cavabımız eləyəcək 12. Sonra gəldi 28. A variantı eləmişdi. 28-ci deyir, həyətdə eyni sayda qaz, qoyun və keçi var. Bu heyvanların ayaqlarının birlikdə sayı nə qədər ola bilər? Aha. Deməli 28-ci sualımız nədir bu? Qaz. Qazın 2 ayağı var. Düzdür. Qoyun. Qoyunun 4 ayağı var. Keçi. Keçinin də 4 ayağı var. Düzdür. İndi deyir ki, eyni saydadılar. Eyni saydadırlarsa, məsələn, deyək ki, bunun 5 dənə götürsək, elədi 10 dənə ayağı. Bunu 5 dənə götürsək, hamısı eynidir, 20. 5 götürsək, elədi neçə? Bu da 20. Toplasaq, elədi neçə? 60. Amma bizə deyir ki, burada da 60 yoxdur. İndi deyək ki, 4 götürmüş olsaydı, hərəsindən 4 dənə. Bu eləyəcəkdi 8. 4 götürsə 16. Və yenə 4 götürsə 16, 32, 40 eləyəcəkdi. Deməli, nə 5 deyil, nə də 4 deyil. Onda gələk 6-ya baxaq. Hərəsindən 6 dənə 6 olsa, bundan 12 dənə eləyəcək. 6 dənə eləsə, eləyir neçə? 24. Bu 6 dənə eləsə eləyir 24. Eləcək 48.
50, 60. Deməli 6 da deyil. Çünki elə bir cavabımız yoxdur. 7-yə baxaq. Hərəsinə 7 dənə olsa. Eləyəcək 14, 28 və 28. İndi biz bunları toplasaq 56, 14 eləyər 70. Cavabımız eləyəcək B variantı. Deməli hərəsindən 7 dənəymiş və hamısını bir yerdə onda ayaqlarını say eləyir neçə? 70. Baxaq 29-cu sualımıza. Deyir ki, oxu zalında 41 dənə tələbə var. 41 dənə. 25-nin gün papağı var. Eyilir. Venn diaqramından baxaq. Bu gün papağıdır. Neçəsi 25-nin? 17-sində qalstuku var. Bu da qalstuka baxaq. 17 dənə. 7 tələbənin papağı və qalstuku yoxdur. Birinci 41-dən çıxarıq 7. Çünki onların heç nəyi yoxdur. Edir 34. Sonra neçə tələbənin həm qalstuku, həm papağı var deyirsə, uşaqlar. Yerdə 34 dənə uşağımız qalmayıb. Biz 25 üzərinə gələrik 17-ni, birləşdirərik. Sonra neçə dənə uşaq var? 34. Çıxarıq. 25-in üstünə 17 gəldi eləyər neçə? 42. 42-dən də 34 çıxsaq eləyir neçə? 8. Deməli, hər ikisinin də həm gün papağı, həm də nə idi o? Neçənci məsələ idi? Qalstuk olanlar neçə nəfərdir? 8 cavab edir nə? B variantı. Sonra neçənci sualımıza gəldik? Aha, 30 deyir. Jalə Naxçıvan sözünü oxuyur. Deməli, 30. Naxçıvan. Naxçıvan sözünü oxuyur. O hər bir saitə 4 saniyə. Saitlərimizə 4. Aha. Deməli, Samit səs üçün deyir 3 saniyə. 3, 3, 3, 3, 3. Aha, sonra nədir? Bu söz oxumaq üçün o nə qədər vaxt sərf edəcək? Deməli, 3 dənə saitimiz var. 4-ü 3-ə vuranda 12. Üzərinə gəlsin. 5 dənə də samitimiz var. 3-ə vuranda deyir 15. Cavab edəcək 27. Baxaq A variantı var. Sonra 31-ci sual. Deyir ki, dəmir lövhə üzərində, aha, bu bir lövhəmizdir, deyək. Nöqtədir. Qeyd edildi. Nöqtəmizi də qeyd edək. Və bu nöqtədən keçən və kənarlara qədər 7 düz xətt çəkildi. Sonra dəmir lövhə qaynaqla həmin düz xətt üzrə kəsildi. Dəmir lövhə neçə hissəyə ayrıldı? Deməli, onu da belə eləyərək də 1, 2, 3, 4, 5, 6 və 7. İndi baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 və 14. Deməli, neçə yer ayrılmış oldu? 14. Cavabımız eləyəcək B variantı. Sonra, deməli, sonra gəlir 32-ci sual deyir. 5 şal var, 3 şalvardan nə qədər? 56 manat. Çox. 5 dənə şal var. 32. Deməli, deyir ki, 5 dənə şal var, 3 dənə şal vardan 56 manat çoxdur. Aradakı fərq nə qədərdir? 5 dənə şal vardan 3 dənə şal var çıxsa, qalır 2 şal var. Deməli, 2 dənə şalvarın qiyməti nə qədərdir uşaqlar? 56 manat. Şalvar, bir şalvarın 56-nı da 2-yə bölsək, şalvarın qiyməti olur neçə? 28. Cavabımız eləyir A variantı. Sonra baxaq. Baxaq. 2 ədədin deyir fərqi. Neçənci sualda? 33. Biraz rəngimizi dəyişək. Biraz gözümüz, könlümüz açılsın. Baxaq hansı bir yaşıl seçək bugün də. 2 ədədin fərqi deyir 578-dir. Azalanın sonu A ilə 2 ilə bitir. Deyək, dünən də o bir videoda da var idi. Tip A, B, sonu 2 ilə bitir. İndi biz bu 2-ni silsək, deyir. 2-ni silsək. Yerdə bu ədəd qalır da. Bu alınır, deyir. Azalan və çıxılan cəmini soruşur. İndi
çıxılsın AB elib neçə deyir? 578, 578. Onda bizim B'miz olacaq neçə? 4. B bərabərdir 4. A'mız neçə olacaq onda? Əgər B'miz 4-dürsə, burada 4 yazsaq, deməli, onda A'mız olacaq neçə? 1 onluq vermişdik, qalmışdı son 3 ilə. 3-dən neçə çıxsan, yəni son 13-dən neçə çıxsan deyək, 7 qalır, 6. Deməli, A'mız da nədir? 6-dır və bizdən bunların cəmini soruşur. 642 üzərinə gəlinsin. 64, 6, 0, 706 cavabımız edir A variantı. Sonuncu 34-cü sualımıza baxaq. Bu səhifədən yenə növbəti videoda da geridə qalan 17-18 sualımıza baxarıq. 34-cü sualımız deyir, bir küçənin sol tərəfində 1-dən 27-yə tək 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21, 23, 25 və 27. Aha, sağ tərəfində isə 33-ə də cüt nömrəli. Aha, bu küçədə ev nömrələri yazın neçə bir rəqəmdən istifadə olunub. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30, 32 və 34. Biz də baxaq görək uşaqlar. Deməli, neçə dənə birdən istifadə olunub? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13. Aha. Cavabımız eləyəcək B variantı. Ümumiyyətlə uşaqlar, yadınızda saxlayın. 1-dən 10-a qədər bir rəqəmindən bir dəfə istifadə olunur. 10-dan 20-yə qədər. Baxın, 10, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Baxın, neçə dəfə istifadə olundu? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Düzdür? 11 dənə. Deməli, bir dənə də var idi. Deməli, 20-yə qədər 12 dənə birdən istifadə olunur uşaqlar. 20-yə qədər 12 dənə birdən istifadə olunur. Və 99-a qədər isə gələcək 21, 21, 31, 41, 51, 61, 71, 81 və 91. 91. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Deməli, uşaqlar, birdən 99-a qədər 20 dənə birdən istifadə olunur. 20 dənə. Bu, digər rəqəmlərə də aiddir. Bugünlük bu qədər əziz şagirdlər. Növbəti video izahımızda görüşərik. Sağ olun.